Başa düşməsəz deyərsiniz. Aha, deməli, baxın deyir ki, çox yorğun görünürsən, at work as you say. Yəni dediyin kimi işdə çox yorulursan, bilmirsiniz də bu tərəf nə yazasınız, o tərəfinə baxmalısınız. Why don't you look for? Yəni daha maraqlı bir iş niyə axtarmırsan? Onda siz bura şərt qoymalısınız da. Əgər sən leşin qalırsa o işdə, yorulursansa, yəqin ki bu da müəllim imiş. Yorulursansa niyə başqa iş axtarmırsan? Cavab olacaq B variantı. A variantında as though cuya. Birincisi cuya heç şərt budaq cümləsi yarada bilmir. İkincisi də məna ilə görürsüz uyğun gəlmir. Bağlayıcı mövzusu ancaq məna ilədir. Bu da elə bağlayıcı mövzusudur. Even if hətta belə. Sən hətta belə dediyin kimi işdə yorulursansa, işi niyə dəyişmirsən? Olmur. Sonra in case əks halda, əks təqdirdə belə bir əks halda yorulursansa niyə işi dəyişmirsən? Yox, olmur. Whether-də şərt budaq cümləsi yaratmır. If ilə whether əslində eyni şeydirlər, amma şərt budaq cümlələrində whether işlənə bilmir. Ancaq if işlənir. Bir də ki, əgər özündən sonra to-lu feil varsa, məstər, o zaman if işlənə bilmir. Bir də promoy orla işlənibsə, if or olmur, whether or olur. Qalan hər yerdə deyəndə əslində məsələn subject clause-larda if işlənmir, bu işlənir. Ondan qalan başqa yerlərdə ki, yer qalsa istifadə edə bilərsiniz. Elə birin burada elə testlər olmalıdır. Harda if whether-dən əvəzləmək olar. Yəni cavab B. Deyir ki, hansında nə olubdu? Kəndi düz işlənibdi da, yəni. A variantında if you asked o tərəfində would have told. Bu belə struktur mövcuddur təbii ki. Siz yəqin ki, uca hamısını oxumusunuz da. Bu olacaqdı belə mix conditional. Amma mixed olanı biz belə öz başımıza yaza bilmərik də. Burada bizə heç bir zaman göstəricisi yoxdur. Yəni sən məndən soruşsaydın, mən sənə demiş olardım keçmişdə. Yox. Bura bir dənə zamandan falan yazsaydılar, o da ki, baxırsınız ki, əslində bu tərəf past olmalı idi. Elə bil if you asked. Heç bu cümləni ümumiyyətlə mix eləmək olmur. Sən məndən dünən soruşsaydın, bu gün deyərdim, alınmır. Elə keçmişdə soruşmuş olsaydın, deyərdim. Ya da ki, bu tərəfdə would tell yazmaq lazımdır. Uzun sözün qısası A variantı düz deyil. B variantında B variantı düzgün cavabdır. Əgər soruşsaydın, mən də sən demiş olardım. C variantına baxmağınıza gərək yoxdur. Şərt budaq cümlələrində heç vaxt if-dən sonra will, would istifadə olunmur. Amma bu demək deyil, ha. Harda if gördünüzsə ondan sonra yaza bilmərsiniz. Təbii ki, object clause-ları, yəni tamamlıq budaq cümlələrində adətən bağlayıcı if ilə whether olur. Çünki tamamlıq budaq cümlələrin hamısı direkt, yəni direct speech-dən indirect speech-ə açılmış cümlələrdir. Hətta topluda veriblər complete the sentences, ortasında da yazılıbdır report speech. Çünki o cümlələrin, yəni vasitəsiz nitqin vasitəliyə çevrilməsinin alınan cümlələr hamısı olur tamamlıq budaq cümləsi ki, tamamlıq budaq cümləsində əgər çevirdiyiniz cümlə onsuz da general question-dırsa, yəni ümumi sualsa, bu bağlayıcılardan biri istifadə olunacaq. Yəni sözümün canı odur ki, tamamlıq budaq cümlələrində istifadə edə bilərsiniz, amma şərt budaq cümləsində qətiyyən yox. If-dən sonra bayaq dedik ki, to gəlməz, whether yazmaq lazım idi bura. Nə də if-dən sonra or gəlməz. Getdi, deməli cavab elə B variantı üzürlü sayın. Baxın, indiki zamanda yazmısınız. Əgər bilsəm sənə deyəcəm. Will yazmaq lazım idi. Zaman uzlaşması pozulub. Əgər bilsəydim sənə deyərdim. Bu unreal situasiyadır. Second. Düzdür B variantı. C variantında would dedik ki, if-dən sonra would yazmırıq. Would deyil bu, haddir. Had done. Düzdür, amma bu tərəfində gərək would have told olardı. Sonra bu tərəfində təəccüblənirsiniz. Elə problem deyil davam etsama yazmaq, amma if-dən sonra to işləmir deyə o variantda getdi. If-dən sonra da şərt budaqlarda will yazmaq olmur getdi. Deməli cavab B variantı imiş. Amma sizə bir şey deyim. İndi deyəndə deyirik Cəlil müəllimin testləri belə advans, belə çətin. Hal-hazırda burada 1, 2, 3 elə toplu testləri demək olar ki, eynisidir. Fikir verirdiniz, keçmişdi öskürmə. Yenə gəlib. Arada bir ay uzat getdi, yenə gəldi. Deməli, əgər mən onu görsəm, deyəcəm. Olur first conditional, bir if tərəf olur 0 deyək də, 0, yəni present simple, digər tərəf future simple. Yəni bir düzdür. İkincisində if-dən sonra will yazmırıq, 2 səhvdir. Üçüncüsündə mən onu görəndə, düşünün ki, bu da məsələn when-lə if bəzən bir-birini əvəzləyə bilir. Ki, burada əvəzləyə bilər. Mən onu görsəm də deyəcəm deyə bilərsiniz. Görəndə də deyəcəm, yenə deyə bilərsiniz. Yəni bir üst düzdür. When-dən sonra bu strukturda will yazmaq olmaz. Amma tamamlıq budaq cümlələrində yaza bilərsiniz. Cavab B.
Burada da yanlış olan soruşur. Deməli, I will meet you on the tennis court. Baxın, deyir, əgər yağış yağmayacaqsa, mən səndən orada görüşəcəm. Məsələ burasındadır ki, siz present simple yazdığınız yerə bəzən present continuous da yazmaq olur. Həmişə olmur, amma yazmaq da səhv deyil də, ola bilər. Yəni, uzlaşma falan hər şey düzdür. A variantda səhvlik yoxdur. B variantında, baxın, if-dən sonra gəlib had, past simple, o tərəfində də would, B referativ, yəni seconddır bu. Deyirsiniz ki, əgər dostlarım olsa, xoşbəxt olardım. Belə çıxır ki, dostluğunuz yoxdur. B də düzdür. C variantı it had been nice if she had said. Belə quruluş biz görmədik də şərt mütləq cümlələrində. Baxın, past simple, digər tərəfində past perfect. Üzrlü sayın, past simple nədir? Past perfect, digər tərəfdə past perfect. Ümumiyyətlə bu testi qoyduq bir qırağa, şərti falan. Heç siz görmüsünüz ki, past perfect-lə past perfect-in uzlaşdığı bir cümlə. Adam əyri oturub düz danışır, görməmisiniz. C də getdi. D variantında deyir ki, əgər vaxtım olsa, ziyarət eləyərəm. Yəni C variantı səhv etdim. Bu ümumi anlam daşıyır da. Oturmusunuz, deyirsiniz ki, mən nənəmi gedib görmürəm, amma vaxtım olsa gedib görərəm. Yəni present simple-da yazıb olan bir şey kimi D düzdür. E variantında da if-dən sonra past simple gəlib, əgər deyir mənim maaşımı 2 dəfə ödəsələr, mən onlar üçün o işə getməzdim. Bu da düzdür, seconddır. Nəsə demək istəyirsinizsə deyin müəllimə. Xatirə müəllimə, elə bildim nəsə demək istəyir. Kimsə nəsə demək istəyirsə desin. Müəllimə, bu mövzunu biz oxumalıydıq, yoxsa siz sadəcə izah edirsiniz, tam başa düşəmədim. Mən bu mövzunun sizə videosunu atmışam. Plus da ki, bu mövzu ilə subjunctive mood eyni şeydir də. Eyni dərslər. Hə, atmışsınız. Mən baxdım, Atmışam, hə. video yox idi. Subjunctive mood nədir ki, Atmış. cəmi bir səhifə idi də kitabda. Bir səhifə, bir də arxasında elə belə wish clause-lar falan. Bu elə əslində oxumasaz belə, tutaq ki, siz oxumamısınız bu dərsi. O gün nə biz cümlə Bəli. eyni dərsdir deyə də nə qədər biz dedik bunların uzlaşmaları, zero, conditional, first, second, third, mixed. Yəni əslində oxumasaz belə rahat yaza bilərsiniz. Məsələn, siz bu testi Yəni nə mən deyin? Baxın, bir dənə Samira müəllim, bu testi deyin görək, deyir real situasiya olsun. Yəni bunu hə, həqiqətən A oxumağa ehtiyac variantı yoxdur da deyil. dərsin. Elə bir ya A first axtarasınız ya da variantıdır. zero. Hə, B variantıdır orada. Bəli, B variantıdır. Cavab. Bunun üçün məsələn illa da advance bir savada gedib bərək-bərək nəsə oxumağa həqiqətən ehtiyac yoxdur. Bir də ki, sizə bir şey deyim. Yox, Mən sizə sadəcə mövzuya hazırlıqsız oldum, müəllimə üzr istəyirəm. Yəni bilmədim ki, bu mövzunu yəni vermisiniz, ona görə biraz məyus oldum yəni. yox, məyus olmayın. Bəs mən sizə dedim axı o gün nə dərs dedim ki, o test burada da qurtardı da. Orada nə Hı. ilə qalsa yazarsınız. Çünki çox oldu da eyni mövzuda. Burada testlər dəhşətli dərəcədə çoxdur. 50-sindən sonra elə bilirəm ki, mövzu kifayət qədər aydın olur. 100-dən sonra artıq tam rahat oturur beynə. Yəni bu dərs üçün narahat olmayın. Oxumağa da heç gərək yoxdur. Prosta biraz əzbərləyərdiniz ki, o da ki, elə bilirəm o birisi dərsdən əzbərləmisiniz. If-dən sonra past simple gələrsə, digər tərəf nə olur? Past perfect gələrsə, digər tərəf nə olur? Bəli, bəli. Hə, dediyim kimi də heç bu advanced səviyyəli testi deyil. Cavab bəli, B variantıdır. Real situasiya istəyirsə bizdən, deməli biz if-dən sonra present simple, digər tərəfdə ya present simple ya da future simple yazmaq lazımdır. A variantı indikidir, amma unreal situasiyadır. Olan bir şeydən deyil də. Əgər zəngin olsam tətillərə gedərdim. Fakt budur ki, zəngin deyilik. C variantında zəngin olmuş olsaydım tətillərə getmiş olardım. Fərz edin ki, 70 yaşı var, o heç nə eləyə bilməyib, təzədən heç nə də eləyə bilməz. Ona görə düşünür ki, da iş işdən keçib, yəni ona görə third conditional verib. D variantı ümumiyyətlə yanlış cümlədir. If-dən sonra gəlib would, E də onun kimi yanlış cümlədir. Cavab B variantıdır. Elə bilirəm mən bu testi bilmirəm. Bu 7-ci bir dənə baxaq. Deyir ki, hə bu nə deyir? Başa düşmürəm şərtin tam bu testin. Hər ildə baxanda eyni vəziyyət olur. Deyir ki, who is probably a faster runner? Kim deyir ki, daha sürətli qaçıcı ola bilər? Mən bunu belə düşünürəm. Böyük ehtimal belə olar. Yəni real bir situasiyadan danışır, düşünürəm. Ona görə A variantı. If I win the race, əgər mən ya qazansam, böyük ehtimal ki, qaçanda sürətlə qaçan da mən olacam. Amma yenə də burada çatmayan nəsə olur. Bu real Həm də situasiya. müəlliməm, məntiqdən axı biz orada baxın B-dən Y-yə qədər hamısı past keçmişdə Hə, verib o də. Yəni yanaşma ilə hamısı düz yanaşsaq, gəlir. bəli. O məsələn Bəli, test çünki elə bir onda test heç olsa, birini götürə bilər. hə, o Bəli. məntiqi ilə yanaşsaq A variantı. Amma durub reallıqda bunu tam belə Hı. mən necə yalan deyim də çatmır mənə. Deyir daha sürətli kimdir? Özdə probably deyir. Bir dənə A götürək ki, yəqin A deyin keçin.
bu testin dərininə gedə bilməyəcəm. Deməli, deyir ki, hansı cannot deyir, tamamlamaz. You can take my car deyir, sən mənim maşınımı götürə bilərsən. Əgər onu bu axşam geri qaytaracaqsansa, siz baxın burada hamısı real şərtdir də, yəni hər iki tərəfə sıfır zamanda verilibdir. As long as if deməkdir, so long as yenə if deməkdir, on condition that ifin qardaşdır, provided, providing, sonra bundan yanında that olanlar hamısı if deməkdir, amma whether if demək deyil. İndi deyərsiniz ki, if-ə axı ən böyük bərabər olan elə whether-dir. Bəli, bərabər olanda biz dedik ki, şərt budaq cümlələrində if-i əvəzləyə bilmir, subject clause-larda if whether əvəzləyə bilmir. Sonra infinitivlərdə yanında primary or gələnlərdə if bunun yerinə əvəzləyə bilmir. Bunlar kitabda vardılar. If clause-la whether-in fərqi. Elə bilirəm sizə bunu dərsi siz harda atacağım şeydə direct indirect speech-də, amma belə istəsəz dərsdən sonra səs də ataram. Oxumağa gərək yoxdur da. Yəni bir səs ilə siz tutdunuz da 4 dənə situasiyada bir-birini əvəzləyə bilmirlər. Yerdə qalan situasiyalarda da nə bilim Allaha təvəkkül bir-birini əvəzləyə bilirlər. Yəni nə qədər bu da əgər demək olsa da əvəzləyə bilmir. Bunların hamısı if-i doğma dolama əvəzləyə bilir, amma i variantı əvəzləyə bilmir. Bu Deyir hansı testlər müəllimə, bəli. hamısı subjunctive modda. Bu testlər var hamısı subjunctive modda mən işlədim. Hamısı onların təkrar verib elə Bəs bil mən bəli. sizə nə dedim? Dedim ki, bu testlər orada vardı. Ümumiyyətlə durub əlavədən nəsə oxumaq üçün deyil də, eyni dərs. Sadəcə olaraq bunları ayırıb və ayırıb da hərəsində çoxlu testlər yazıbdı. Eyni testlərdir təbii ki. Aha, 9-da bizdən istəyir ki, deyir hansı daha natural səslənir. Burada bir redaction qaydası vardır. Düşünün ki, ən natural deyir, hə. Are you free tonight? Deyir, bu axşam boşsan. Sual verir də kimsə sizə, boşsuz bu axşam. Siz əgər onun cavabını qısa şəkildə, yəni danışıq dilinə yaxın verirsinizsə, siz bunu redaction-a verməlisiniz. İndi baxaq görək. A variantında if yes, əslində bu belə olubdu. Amma if yes demirsiniz. Mən sizə sual verirəm, amma özüm də cavabını qaytarıramsa, onu da qısa şəkildə qaytarıramsa, təsdiqdə if so, belə. If so, əgər elədirsə, gəl 7-də görüşək. Bu tərəfdə də, sağda da bir test olmalıdır ona aid. Düzdür, boş şeydir, amma belə çətin bir şey də yoxdur da. Özüm sıraz cavablayıramsa, if so deyəcəm, elədir. Yəni, belə deyək də, if it is so, prosto orada it ilə is gedir, reduction qaydasıdır. So deyirsiniz və salam. Sizə burada natural dediyi üçün bunu götürmürsünüz də, yəni if so şəklində olur. B variantı düzgün cümlədir, sadəcə olaraq natural səslənən deyil. Yəni danışıq dili deyil. Bu əməlli başlı uzun cümlədir. If you aren't free, əgər boş deyilsənsə sabah görüşərik. Getdi. C variantında if no yox, if not olmalıydı. D variantında uzun cümlədir, reduction olunmuyub. Yəni danışıq dili deyil də o. E variantı amma hə. Düşünün ki, əslində B variantıdır. Onun reduce alınmış oldu. Bu da ümumiyyətlə bu reduction mövzusunun içində vardı. If clause-lar da reduction oluna bilər. E variantı, amma çox da lazımlı bir şey deyil. Deməli, əgər indi siz deyəsiniz ki, biz bayaqdan dedik ki, if-dən sonra axı will gəlməz. Amma bəzən gələ bilir. O da həmişə olan bir şey deyil də. Yəni bəlkə də bizə bu belə bir test düşsə, bu düşməz. Deyir ki, əgər o gələcəksə, siz ortaya, daha doğrusu gəlməyəcəksə, ortaya elə bir şərt qoyursunuz da, mən gəlib onu özüm görərəm. Yəni elə bir şərt deyil də. Bilmirəm, Müəllimə, sulandayım, baxın, if-dən sulandashdım. mənasında gəlmirdi. If-dən sonra biz will verməyimiz İndi səhv if-dən sonra eləmirəmsə. şərt budaq cümlələrində Hə, ümumiyyətlə will istifadə eləmir. willing. Amma bəzən Hə, belə istem want anlamında da. şəklində istifadə eləmək olur. O da çox bəzən olan hallardadır. Dediyim kimi Michael Swan'ın kitabında yazıbdır. Bəzən belə də ola bilər. Əgər olmayacaqsa, mən özüm gəlim səni görüm. O da ki, bəlkə də elə bu situasiyada baxın, cavab A variantıdır. Deyir ki, yəni gəlməyəsənsə, o zaman mən gələrəm. Yəni bildiyimiz normal o şərt qoyub olduğu cümlələrdən deyil də. Məsələn, bəlkə də A variantı bağlayıcı yazmasaq səhv olar. Normal şərt budaq cümlələrində biz ikinci bir bağlayıcıdan istifadə edirik. Xeyr. Elə if kifayət edir ki, budaq cümləni yaradırıq. Amma burada belə bu bağlayıcıda istifadə olunur. Yəni gəlməyəcək. Əslində bizim Azərbaycan dilində də bu var. Deyirəm ki, əgər qoşulmayacaqsınızsa, onda mən də gəlməyim.
Nəysə ki, belə də bir qayda var demək istədim A variantı. Bu B, therefore buna görə də olmur. So, beləliklə olmur. D-o baxmayaraq yenə zaten B ilə D demək olar eyni şeydir. Only də təkcə deyil. Cavab A-dır. Yəni gəlməyəcəksə, onda mən gəlim. Onda da bu o zaman yəni A variantı. Can be left out deyir ki, hansı hissəsi qısaldıla bilər? Yəni sizdən demək istəyir ki, bu verilən cümlədən hansı hissəsini reduce edə bilərsiniz? Biz dedik ki, that clause-lar da reduce-a gedə bilir. O halda ki, bunun mübtədasını və xəbərini yeyirsiniz, adətən də sifət olur o tərəfində. If possible hissəsi qalır. İndi sizə gedə bilən hissəsini soruşursa, if that is D variantı. That is hissəsini çıxaranda yerdə qalan hissə olur reduce olunmuş. Dediyim kimi bu qayda vardır reduction qaydasının içində. Elə də yəni qəliz bir şey deyil. Ümumiyyətlə if clause-ların reductionu mübtəda və xəbərin getməsi ilə olur ki, o da adətən ismi xəbərlə olunur. Baxın, to be ilə ifadə olunub. Bilirsiniz də, ingilis dilindəki ismi xəbəri yaradır to be feilin formaları. Amma to be feilin formaları həmişə yox ha. Məsələn, passive voice yaradanda olur köməkçi feil. Sonra davam edici zamanın yaranmasına kömək edəndə olur köməkçi feil. Amma məsələn bu A variantı. Burada şərtdəki cümlədə ismi xəbər yaradıb. İsmi xəbər yaradanda bizim dildəki şəxs sonluğu ilə eyni qayda olur. Yəni bizim dildəki şəxs sonluğu isim to be feilinin əsas feili yaradandakı halıdır. Bu bayaqçıdır. Uzun şəkildə götürmürsünüz. Yəni bu uzun haldır, getdi. Amma iki düzdür. Düşünün ki, bunun qısa versiyası budur. Yəni normalda reduction elində belə eləmirik. If free deyirik. Görəsiniz belə testlər var. If free. Sadəcə olaraq burada yazıb natural deyə. O da if so ilə olur. Yəni 2 düzdür, bir də 3 düzdür. Cavab da D variantıdır. Daha dördüncüsü bildiniz ki, bütöv cümləni götürmürük bu situasiyada. Nə də ki 5-ci kimi götürmürük. Cavab oldu C variantı. Amma belə yadınızda saxlamasanız da olan bir şeydir. O qədər də lazımlı bir şey deyil zaten. Bu bağlayıcı mövzusu olduğu üçün bu məsələn 13 ancaq tərcümə ilə tapılan bir şeydir ki, tərcümə ilə də gərək bağlayıcıların da mənasını bilməliyik. Deməli deyir ki, I will allow you. Sənə icazə verəcəm burada maşını parklamağa. O tərəfdə deyir ki, you come. Burada nə yazıb? Home'dur deyəsən. You come home before it gets dark. Yəni deyir ki, qaranlıq düşməzdən əvvəl evə gələcəksənsə, şərt qoyur. Mən maşını parklamağa orada icazə verirəm. Yəni bizə lazımdır şərt budaq cümləsi. Even if hətta maşını orada hətta qaranlıq düşmədən evə qayıtsam belə, yenə də sənə icazə verməyəcəm olmalıydı. A variantı düzgün olması üçün. C variantı əks halda, yəni əks təqdirdə evə qayıtdığın halda olmur. As long as if deməkdir, düzdür. So that bir yaratdığı cümlə nəticə budaq cümləsi olur. Gərək bir cümlə deyəsiniz ki, so that-dən sonra nəticəsini yazasınız. Mən sənə parklamağa icazə vermədim, nəticədə sən məndən küsdün. Unless if not deməkdir. Əgər evə gəlməyəcəksənsə, mən sənə maşını parklamağa icazə verirəm. Məntiqsiz olur. Cavab C variantıdır. Deməli, baxın, would have verb 3 gəlib. Passive voice-da belə. Bu o deməkdir ki, digər tərəfində də siz yazmalısınız past perfect. Amma variantlarda görürsünüz ki, orijinal past perfect yoxdur. Past perfect'in qardaşı var, yazmaq olar onu. Baxın, E variantı cavab olacaq. Deməli, would have killed in the fight if-dir. Baxın, if buradadır. If one of the teenagers hadn't been carrying. Düzdür bu. Cavab E variantı. Əgər deyir, yəni, nə olmasaydı, burada da neyini eləməzdilər. Yəni, üçüncü third conditional olur. İndi deyəsiniz, davam edici zaman da oldu. Bəzən belə də yazmaq olar. Yəni, əgər bıçaq daşımasaydı, olmasaydı üstündə, can be used to make, nə deyir? Which words can be used to make the following sentence? Bayaqçı şərtdən deyir ki, cümlənin hansı hissəsini kəsmək olar? Baxın, şərt budaq cümləsidirsə, siz if-dən sonraya baxasınız. It is gedə bilər. If necessary yazmaq olar. It is B variantı. Hansı cümlə səhvdir? If should be. If-dən sonra biz should be istifadə eləmirik. Müəllimə baxdım. Bəli. Bir dənə o testə qayıda bilərsən, Zəhmət olmasa. 15. 15-də if-i amma bəli. If-i saxlamalıyıq. Yəni onu ixtisar etsək düz olmaz, hə? Yo, if qalmalıdır. Redaction qaydasını öyrənəsiniz. If yerində qalmalıdır, getmir. Şərt budaq cümlələrini redaction edəndə if yerində qalır.
Məsələn, səbəb budaq Aydın. cümlələrini reduce eləyəndə qətiyyən bağlayıcını saxlamaq olmaz. Zaman budaq cümlələrini reduce eləyəndə istəyirsiniz saxlayın, istəyirsiniz saxlamayın, istəyirsiniz məsələn when əvəzinə on yazın, hətta onun əvəzinə durub upon yazın. Upon Bəli, bəli. Yadıma yazmaq olar, düşür amma təxminən. burada bunu saxlamalıyıq. Sağ ol. Deməli, burada deyir ki, if you should be, please. Burada səhv soruşur. If-dən sonra niyə should gəlib burada? Please come and see me. Əgər deyir, bu ərazidə olsan, gəl məni gör. Belə should nə işlənib burada bilmədim. Bunlar bir strukturdur. Baxın, if you should be, if you should happen, bu səhv to olmalıydı. Should heç nə deyil burada. O subpositional mood yaratmışdı. Yazırdıq, məsələn, bəzi fe'llər var, subjunctive istəyirdi. Tutaq ki, fe'lin birinci forması be yazırdıq. Yanına should be də yazırdıq. Subpositional mood olurdu. Bu ondan deyil. Bu bir strukturdur. İndi siz oxumamısınız deyə görməmisiniz orada. Belə deyək də, bu should be deyə bilərsiniz. Bu be aid deyil, digər fe'l də ola bilər. Yanına happen birləşsə, to'su var bunun. If you should happen to, heç nə deyil, real cümlələrdə istifadə olunur. Elə bir tərcüməsi də yoxdur. Elə adidir. Sən burada olsan, burada olsan. Bu səhvdir, B variantı. To'su olmalıdır. If you happen to be, belə də olur. Please give it to my wife if anything should happen to me. Yenə eyni vəziyyətədir. Baxın, should happen to. What should happen to? Yenə eyni şeydir. Deməli, cavab B variantıdır da, belə yadınızda saxlayın. Should fail, should happen to fail, tək happen to fail istifadə edə bilərsiniz. Amma burada to çatmır deyə bu variant səhvdir, B variantı. Deyir ki, wrong cümləni göstərim. If I had a bigger car, nəysə ki, burada gəlib past simple, digər tərəfində could, might, would, were, infinitive verə bilərdi, veribdir. A variantında heç bir səhvlik yoxdur. If you ask, burada da olacaq second. Çünki if-dən sonra gəlib past simple, digər tərəfində də would, could, might gələ bilərdi, fail. Burada da would istifadə olunubdur, düzdür. If I knew where she lived, əgər onun yaşadığı yeri bilsəydim, if-dən sonra gəlib past simple, digər tərəfində də saydıqlarımızı elə bil onları istifadə edib. Baxın, could fail, would fail, might fail istifadə edə bilirik. Bu da düzdür. Fərz elə ki, D variantında deyir, supposing you lost your passport. Deyir, fərz elə ki, pasportu itirdin. You would have to go to the embassy, hadn't you? Burada bilirsiniz səhv nədədir? Siz bu mövzunu hələ oxumamısınız, amma indi siz hamınız müəllimsiz ya da sertifikasiya hazırlaşırsınız, MİQA hazırlaşırsınızsa, böyük ehtimal bilərsiniz. Baxın, burada bunun cümləsində heç bir problem yoxdur. Bura qədər gəlirsiniz. Pasportu fərz elə ki, itirmisən. Deyirsən, getməli olardın səfirliyə. Düzdür, sadəcə olaraq bu cümlənin tərkibində would have to var. Birinci modal fe'l hər nədirsə, siz ondan sonra keçən dəfə də bunu dönü-dönü demişdim. Əgər not yazmaq istəyirsə, birinci modal fe'ldən sonra yazarsınız. Sual elib düzəltmək istəyirsə, ilk modal fe'li ön apararsınız. Tag question qurmaq istəyirsinizsə, onun özü ilə qurarsınız. Burada tag question olmalı idi. Wouldn't you, yəni bu would-la düzəlməli idi. Yaxşı, tutalım ki, would-u bilmədiniz, orada görmədiniz would-u. Bəs burada yazılıbdır ki, have to. Have to özünə sual inkar yaradan deyil. Ona görə heç hadn't to deyə bilməzdiniz. Lap tutaq ki də haven't to ilə yaratdınız özünüzə sual. Niyə hadn't to olsun? Bu ola bilməz. Deməli, option bu tag question hissəsi ilə getdi, səhvdir. If wishes. Əgər deyir arzular, bu yəqin bu atalar sözünə oxşuyur. Tərcümə eləmək olmayan. Arzular tin olsaydı, oğrular nə olardı? Qaçardı. Second conditional-da, amma tam bizim dildə hansı atalar sözüdür bilmədim. Biləniniz varsa deyərsiniz. Belə olanda adamın yadında daha yaxşı qalır. Məsələn, siz bunu burada desəz, düzdür, bu aralar yaddaşımda heç nə qalmır, amma bəlkə də qalar. Yaxşı, deyir ki, belə testlərin məsələn işləməyə dəyməz, hansı Britaniya ingiliscəsində mümkün deyil. Ümumiyyətlə demək istəyir ki, hansı düzgün deyil. Mən onun adını bilsəm sənə deyərdim. Second A variantı düzdür. Onun adını bilsəydim sənə deyərdim. B variantı ümumiyyətlə nə British, nə Amerikan, ümumiyyətlə ingilis dilinin qrammatikasında belə şey yoxdur da. If-dən sonra past simple, digər tərəfində would, could, might, fail yaza bilirik. B variantı səhvdir.
Əgər onun adını bilsəydim, would-un qısasını veriblər. Düzdür? Had, noun, past perfect digər tərəfində would have verbs. Düzdür? Past perfect digər tərəfində. Amma burada i variantı da səhvdir. If-dən sonra gəlib past perfect, digər tərəfində would fail gəlibdir. Məsələn, burada elə bilirəm belə testləri vardı ki, hansı mixed conditionaldır deyir. Biz zaman göstəricisi olanı götürürük. Düzdür, burada B yazasınız. Belə test gördünüz, B yazasınız. Məsələn, time test bankında da bunların hamısını belə götürüblər. Belə yazmaq olmaz ki, onda belə çıxır ki, biz qarşımıza çıxan istənilən cümləni mixed conditional eləyə bilərik. Yəni if-dən sonra dəyişək. Past perfect o tərəfi would fail ya da ki, əksi olmaz axı zaman olmalıdır burada bir. Yəni o sizə o situasiyanı verməlidir ki, ifli tərəf keçmişdə baş verib, bu tərəf hal-hazırda olan bir söhbətdən gedir. Məsələn, bu cümləni nətər biz düşünək ki, burası keçmiş olub. Əgər mən onun adını bilmiş olsaydım, tutalım ki, dünənləri Xatirə müəllimə mən görmüşəm Cahanda, məndən soruşur ki, filan kəsin adresini bilirsən? Mən də deyirəm, yox. Bu gün gəlmişəm ona deyirəm ki, əgər mən onun adını bilmiş olsaydım ki, söhbət dünəndən gedir, adını sənə vermiş olardım, o hissə də dünəndən gedir. Ona görə bu cümləni mixed conditional eləmək olmaz. Yəni ümumiyyətlə eləmək olmaz. Görürsüz, bağlayıcı yazmıblar. Bu da səhvdir. Yəni qrammatik səhvdir elə bu da. B variantdakı belə struktur da yoxdur. İndi böyük ehtimal cavab B variantıdır, amma E variantı da mixed conditional eləmək olmaz. Onun göstəricisi olmadan mümkün deyil. Məsələn, deyirəm ki, belə olar. Tutaq ki, deyirəm ki, mən universitetə ciddi şəkildə, məsələn, tutalım öz halımdan danışıram. Əgər mən tutaq ki, imtahan olub keçib, kurikulum oxumuş olsaydım, bu gün məsələn, tutaq ki, 60 bal toplaya bilərdim. Yəni siz fərz edin ki, nəticə bu günə aiddir. Ola bilər siz onu yazasınız. Present simple. Amma ifli tərif keçmişdəki bir təəssüfsündən aiddir deyə past perfect verilibdir. Elə olan halda mix yazmaq olar. Yəni keçmişdəkin indiki nəticəsi olmalıdır da. Burada keçmiş ilə indiki nəticəsi yoxdur. Bunların ikisi də keçmişlə bağlıdır. Ona görə burada həm B variantı, həm də I variantı səhvdir. Sadəcə olaraq bu, yəni uzaqdan görünən bir səhvdir deyə dərinə enməsəz buna B variantı deyib keçərsiniz. Hansı tamamlayır ora? Bəli, nəsə deyirdiniz, müəllimə, buyurun. Atalar sözünə baxdım. Deyir ki, arzu kifayət deyil, hərəkət etmək lazımdır. Məncə bu bizdə halva Üzürlü şirin sayın. olmaq. Ona uyğun. Hə, yəni ki, mən normalda askıran deyiləm. Aydildir bir dəfə. O da sizə təsadüf elədi. Hə, nətərə arzular bəs deyil. Arzu etmək kifayət deyil, hərəkət etmək də lazımdır. Bizdə var Bizdə də halva bəlkə demək var, amma indi məsələ orasında elə nə olmur. Gərək o atalar sözünü tapaq. Ona görə çətin olur. Onu deyirəm də, mənim eşitmirsiniz mən. Deyirəm halva deməklə ağız şirin olmaq. Üzürlü sayın. Halva deməklə ağız. Hə, eynisidir. Bəli, sağ olun. Görəndə yadımıza siz düşərsiniz. Deməli deyir ki, hansı conjunction? Dedik axı bu mövzu həm də conjunctionla birbaşa bağlı mövzudur. Conjunction da çox çətin mövzudur. Burada baxmayın. Asandır. O çox qəliz mövzudur. Deməli deyir ki, your foot might heal more. Baxın burada görürsüz feildə might bare infinitive işlənib. Yəni ki, belə çıxır bu tərəfində də past simple. Uzun sözün qısası sizdən şərt budaq cümləsi istəyir. Cavab E variantı. Yəni if-dən sonra verib past simple, digər tərəfdə might, could, would ya da fail olmalıdır. Cavab E. A variantı dedik ki, şərt budaq cümlələri yarada bilmir. Qədər getdi. B variantı even if. Hətta orada nə yazılıb oxuyamıram. Hanged up-dır nədir? Nəsə yazılıbdır. O da ki, hətta belə nə olsa olmur. Sən ayaqların incinərdə nə olardı? In case əks təqdirdə uzun sözün qısası da sizdən şərt budaq cümləsidir. Edin, gedin. Burada da deməli if-dən sonra past perfect gəlib. Deyirsən davranışını bilsəydin, sənə marojna alardım. Burada cannot deyir. Baxın, olmayan deyir. Might, could, would, would-un qısası yazıblar. Deməli cavab E variantıdır. Bunun olması üçün bu tərəfə had behaved olmalıydı. E cannot olacaq. You can take the dog for a walk. Deyir, iti gəzməyə apara bilərsən. O tərəfində də bir dənə şərt qoyur ki, you keep him on a leash. Yəni deyir, əgər onu kəndirdə saxlayacaqsansa, şərt qoyur. Apara bilərsən. O da olacaq cavab E variantı. As long as, so long as, provided, onların yanında that olanı, on condition that, bunlar hamısı if deməkdir deyə yaza bilirik. A variantın daha yəqin ki, deməyə bir də ehtiyac yoxdur. Əks təqdirdə kəndirdə saxlasan, apara bilərsən, olmaz. As though, güya kəndirdə saxlasan, apara bilərsən, olmaz. In order that
bir məqsəd budaq cümləsi yaradır. Olmur, yəni burada heç bu cümləyə heç bir məqsəd falan da yoxdur. Even if hətta belə kəndirdə saxlasan belə yenə də apara bilməzsən. Məsələn, bunun düz olması üçün count olmalı idi. Option E. Don't water your garden in the deyir ki, indirect sunshine. Nəsə ki, bu sizə deyir ki, gün işığında sulama bağı, suvarma deyək də. You will damage your plants. Əks təqdirdə sən onlara ziyan vermiş olarsan. Məsələn, A variantı səhvdir. Belə problem deyil tərcüməsində. Çünki in case əks təqdirdə deməkdir. Amma qətiyyən özündən sonra o will gətirmir deyə A variantını yazmaq olmur. Only if düşünün ki, burada həm də bir nöqtəli vergül yazıblar. Only if-i bəlkə də bəlkə də düşünə bilmirik. Mən düşünə bilmirəm cavab kimi də. Amma yenə də burada only if varsa, bu bağlayıcıların mənasını axtarmağa gərək yoxdur. Bunların heç birindən əvvəl nöqtəli vergül yazılmır. A device bilmirəm bilirsiniz ya yox. Özündən əvvəl adətən durğu işarəsi kimi nöqtəli vergül istəyir və əks təqdirdə deməkdir. Yəni deyir, gün altında su vermə, əks təqdirdə sən onlara xeyir yox, ziyan vermiş olarsan. Cavab olur E variantı. Deməli, you are as serious as you say you are about losing some weight. Hə, deyir, əgər sən ciddisənsə arıqlamağa, görürsüz necə tərcümə olundu, ciddisənsə, deməli, əslində if istəyirmiş. Why don't you join a sports club? Niyə qoşulmursan bu idman klubuna? Even if yazsaz, hətta arıqlamaq istəyin varsa belə olmur. Arıqlamaq istəyin varsa olmur. If düzdür, in case əks təqdirdə verirdi, ifin qardaşı deyil bu situasiyada. Deməli, cavab C variantı imiş. 24. 24-ün əslində ipucu vardı. Bilmirəm, indi inversiyanı hamınız xəbərdar deyilsiniz böyük ehtimal. Məsələn, Məhəmməd müəllim oxuyubsa da inversiyanı böyük ehtimal oxuyur. Amma yadından çıxardır. Çünki abituriyentlərdə istifadə olunmur. Miqdən də keçməyindən 3 il keçibdir. Baxın, burada ikinci sərəfdə inversiya verib. Will I start? Bu deməkdir, sizə elə bir bağlayıcı yazmalısınız ki, ora. O sizin baş cümləsində inversi istəsin. Bu only if-dir. Only if, only by, only when. Bunlar mürəkkəb cümlədə ikinci tərəfdən, yəni özü olan tərəfdən yox, digər tərəfdən inversiya istəyər. O da cavab, yəni qeyri şərtsiz, izahsız falan heç nəyə ehtiyac yoxdur. Cavab D variantıdır. Burada elə bir düşünün ki, əslində bu da hardasa əgər kimi tərcümə olunur. Cavab D variantıdır. A variantı even if tərcüməni qoyduq bir qırağa, tutaq ki, eynidir leksik cəhətdən. O sizin cümlədə inversiya yaratmaz. O whether tutaq ki, yazdınız, şərt budağa yazmırsınız, yazsaz belə o inversiya yaratmır. Yəni bu gördüklərimizin A, B, C və E variantı bunlar inversiya yaradan bir bağlayıcı deyirlər. Amma D variantı ikinci tərəfdən cümləni, yəni öz işimə başlayacağam. Əgər demək istəyir ki, əgər bank qəbul etsə, mən öz işimə başlayacağam. Adi şərt budaq cümləsi sadəcə olaraq burada inversiya var deyə, heç bura if də olsaydı cavab olmayacaqdı. Yəni bura bunu yox, gərək tək if yazardılar çaşdırmaq üçün. Yəni müəllim bura baxanda çaşardı. Heç olmazsa if yazım, yoxsa only if yazım. Bu inversiyaya görə cavab olardı D variantı. Deməli, burada da I wouldn't be able to sing in tune. Burada baxırsınız ki, o wouldn't verib, yəni o tərəfində də had past simple verib. Siz baxırsınız ki, sizdən əslində istəyir second conditional və second conditionalında bağlayıcısı. İndi burada bir şey var, hə, o bir şey burada vardı. Deməli, baxın, bu as long as sayım da hamısı mən sizə. As long as, so long as, provided, providing that. Bu bağlayıcılar o iki saydığı if-ə bərabərdir. Onlar unreal situasiya yaratmırlar. Baxın, burada unreal situasiya var. Orada past simple, bu tərəfdə də would feil gəlib. O səbəbdən E variantı getdi. D variantını yazsaq, sizə bu şərt budaq cümləsi yaratmır. In order that həm də bir məqsəd bildirir. Baxın, görün, burada bir məqsəd görə bilirsiniz. Xeyr, görmürsünüz. In case əks təqdirdə deməkdir. Bu da getdi, olmur. Hətta deyir, dərslərini dünyaca məşhur, yəni dünyanın ən, belə deyək də, özdə bu şərt budaq cümləsi deyil. Yəni, sırazı mən baxdım, elə bildim ki, şərt deyil.
Baxın, deyir ki, hətta mən ən yaxşı musiqidən dərs alsam belə, məsələn, mən hal-hazırda ustaysıram, mən maşın sürməyi öyrənirəm, öyrənə bilmirəm. Dururam sizə deyirəm ki, hətta ən professional sürücüdən belə dərs alsam, yenə də mən o işi bacara bilmirəm, alındıra bilmirəm. Baxın, bu even if, hətta belə deməkdir. Cavab da B variantı. Yəni bu şərt budaq cümləsi deyil. Bəlkə də hardasa düşünərsiniz, amma elə də olmur. Elə də belə olmalıdır. Əgər mən ən professional birindən dərs alsam, yaxşı şəkildə öyrənərəm sürməyi, onda gərək bu təsdiq olardı. İnkarlayırsa, deməli sizə bir ziddiyyət lazım. Even if cümlədə ziddiyyət yaradır. Deyir ki, hətta gedib ən yaxşı musiqidən dərs alsam belə, yenə də o tonda oxuya bilməyəcəm demək istəyir. Bəli, cavab olur B variantı. Yəni dediyim kimi bağlayıcı mövzusu həqiqətən biraz yaşlılar deməli qolay mövzudur, yəni çətin mövzudur. O həm bağlayıcıların sırf tərcüməsini istəyir, həm də cümləni düzgün tərcümə etmək lazımdır. Hətta dərsi alsam belə, yenə də mən o işi bacarmayacam demək istəyir. B variantı cavab. Bu birisinə bilmirəm, vaxt yetər ya yox. Demək, burada nə demək istəyir? I won't be able to. Baxırsınız, burada will gəlib. Bu tərəfində də adi present simple gəlib. Deməli, adi bir şərt budaq cümləsi olacaq. Qeyri-realda heç nə yoxdur. Məsələn, A variantına baxaq. Əgər deyir ki, istirahət günüm olsa, əgər istirahət günüm olmasa A variantı. Çünki bu if nota bərabərdir. Əgər istirahət günüm olmasa, mən səninlə o tədbirə gedə bilməyəcəm. Elə düzgün cavab da A variantı olur. B variantında hətta mənim, yəni əks təqdirdə iş günüm olsa belə sənlə getməzdim olmur. Əgər mənim iş günüm olsa, səndən o tədbirə getmərəm, olmur. Yəni qeyri-iş günüm də, qeyri-iş günüm olsa, səndən getmərəm, olmur. Çünki nəysə bunlarla tərcümə eləmək olmur. Cavab A variantıdır. Belə də ola bilərdi. If I can't get. Əgər iş günü, qeyri-iş günü ala bilməsəm, mən səninlə ora gedə bilməyəcəm. Şərt qoyur ki, yəni ancaq qeyri-iş günüm olarsa səndən gedə biləcəm. Cavab olur A variantı. 26 dənə. Bundan Müəllim, sonra mən üzr istəyirəm. amma dayanacaq. Bu Mən 20 üzr istəyirəm, siz dayanacaq deyə bilməyəsiniz. Tamam, onda başlayanda deyərik də. Yadınızdan çıxartmayın, başlayanda bir ilə qoşulaq. Tamam, 25 ilə 26 ilə müzakirə edəcəyik. Yaxşı. Tamam.